Gürcüstanda, Bolnisidə yaşayan soydaşlarımızın problemləri bitmək bilmir ki, bilmir. Vəziyyət o hətta gəlib çatıb ki, rayonun xüsusilə də Sarcalı kəndinə istiqamətlənən elektrik naqillərini saxlayan direklərin aşması üçün güclü küləyə də ehtiyac yoxdur. Elə sakinlər də bundan qorxur. Gürcüstanın Sarcalı kənd sakininin çürümüş ağacı belə israrla döyəcləməsinə səbəb hər gün rastlaşa biləcəyi təhlükə qorxusudur. Etiraz əlaməti olaraq bir araya yığılan kənd ağsaqqalları deyir ki, yarım əsrdə adi ağaclara bağlanan və istismar müddətini başa vuran elektrik xətləri külək əsən kimi evlərinin üzərindədir. Vəziyyətimiz olduqca çətindir. İşıq olmur, xaladelniklərimiz işləmir. Birdən buraxırlar, xaladelniklər xarab olur, yanır. Bir elektrikimiz var, o da bezib qayırmaqdan vallahi. Yağış yağır, yel əsir, savab bir ağaçlar, bir ori-buri gəzir, ancaq düzəldir, xalqa işıq verir. Stolbalarımız yaxşı bir çürükdür, neçə əldən bərdir, remont olasıdır. Sakinlər bildirir ki, dəfələrlə baş verən yanğın hadisələri belə aidiyyatı qurumları hərəkətə gətirməyib. Edilən müraciətlər elə elektrik dirəklərindən asılı vəziyyətdə qalıb. Şəxsən bizim evin yanında transformator var idi, bacar aldı, yandı. Ondan sonra biraz qırağa çəkdilər. Stolbalar pis vəziyyətdədir. İndiyənə qədər, bu günə qədər də 2011-ci qədər heç bir remont da getmir. Kəndin elektriki Camal Nəbiyev də deyir ki, artıq o da köhnəlmiş elektrik xətlərini çürümüş dirəklərə bərkitməkdən bezib. Bu dirəklərin bax bu qəzalı vəziyyətdə olması hansı təhlükəli yaradar bir ixtisasçı kimi? Hər şey də yarada bilər, təhlükə, bacarı da sala bilər, maşınları da dəyə bilər, nə bilim mənə. Hər şey ola bilər. Qeyd edək ki, Azərbaycanlıların kompakt yaşadığı Sarıcalı kəndində elektrik dirəkləri 1961-ci ildə istifadəyə verilib. Evlərin üzərində sınıq-salxaq vəziyyətdə olan xətləri indi ayaqlar altında belə görmək mümkündür. Məsələyə münasibət bildirən Bolnisi rayon bələdiyyəsinin sədr müavini Ramiz Sofiyev isə bildirdi ki, dirəklər oktyabr ayında yenilənəcək. Bütün elektrik dirəkləri beton dirəklərlə əvəzlənəcək və təzə kabel xətlər çəkiləcək. Aygün Rətdinova, Nadir Almazoğlu, Məsim Əhmədov, Son Xəbər, Gürcüstan.